Mən bizim kanal izləyicilərini salamlayıram və bugün danışacağım mövzu mənə verilən suallar içərisində üstünlük təşkil edir. Soruşurlar ki, orta yaşlı dövründə və yaşlı dövrdə baş verən cinsi zəiflik nə ilə əlaqədardır və bunların arasındakı fərq nədən ibarətdir? Ümumiyyətlə, cinsi zəifliyin müxtəlif formaları vardır. Biz demişik ki, erektil disfunksiyanın nevrogen forması var. Erektil disfunksiyanın iltihabi xəstəliklər nəticəsində, infeksiya nəticəsində yaranan forması, eyni zamanda potensiyanın tamamilə itməsi, yəni sinir psixoloji durumun pozulması ilə bağlı biz cinsi funksiyanın pozulmasına rast gəlirik ki, bunu biz bölçək kateqoriyalara əsas etibarilə 3 əsas amil, yəni birinci, yəni ki, cinsi infeksiyalar nəticəsində yaranan cinsi zəiflik, yəni burada daxil eyni zamanda prostat vəzin xəstəlikləri, digər tərəfdən hormonal pozğunluq nəticəsində yaranan cinsi zəiflik və bir də ki, yaşla əlaqədar testosteron hormonunun aşağı düşməsi ilə əlaqədar baş verən cinsi zəifliyi qeyd edə bilərik ki, bunların hər biri ümumilikdə orqanizmdə müəyyən problemlər yarada bilir və bu zaman sinir psixoloji durumun pozulması, həyatı marağın sönməsi və digər kimi hallar müşahidə olunur. Biz ən çox orta yaşlı insanlarda vaxtilə keçirilən cinsi infeksiyalar və onların fəsadları formasında yaranan cinsi zəifliyə rast gəlirik. Eyni zamanda sinir psixoloji durumun pozulması ilə əlaqədar olan nevrogen mənşəli cinsi zəifliyə daha çox biz orta yaşlı insanlarda rast gəlirik. Yaşlı adamlarda isə bu çox vaxt onların keçirdikləri müəyyən xəstəliklər, onların fəsadları və onların fəsadlarının yaratdığı problemlər nəticəsində yaranan cinsi zəifliyi göstərə bilərik. Eyni zamanda ürək-damar sistemi xəstəlikləri, şəkərli diabetlə xəstələrinin də çoxunda cinsi zəifliyin əmələ gəlməsində məhz bu xəstəliklərin fəsadı kimi aşağı çanaq orqanlarında mikrotsirkulyasiyanın pozulması, pensiya gələn qan axının zəiflənməsi və eyni zamanda bu pasientlərin qəbul etdikləri dərman maddələrinin əks təsiri, əlavə təsiri fonunda əmələ gələn cinsi zəifliyi biz müşahidə edirik ki, məhz bu cinsi zəiflik də somatik cinsi zəiflik qrupuna aiddir. Yəni ki, bu xəstələr təbii ki, düzgün vaxtında müalicə edilmədikdə bu cinsi zəiflik daha da dərinləşir və onlarda sinir psixoloji durumun da pozulmasına gətirib çıxarır. Nəticədə əgər hormonal fonda baş verən, yəni ki, testosteronun konsentrasiyasının aşağı düşməsi fonunda baş verən cinsi zəiflik sonradan eyni zamanda sinir psixoloji durumun pozulması ilə də bu paralel baş verdikdə biraz iş çətinləşir. Yəni ki, xəstələrin müalicəsində həm androloq, həm də çox vaxt psixoloqun da köməyinə ehtiyac olur. Təbii ki, bu orta yaşlarda daha çox müşahidə olunur. Bu xəstəlik, yəni ki, psixogen mənşəli cinsi zəiflik, amma yaşlı adamlarda isə bu bayaq dediyim kimi müəyyən xəstəliklərin fəsadı fonunda və onların qəbul etdikləri dərmanların əks təsiri nəticəsində yaranan cinsi zəifliyi biz göstərə bilərik. Sonda onu demək istəyirəm ki, istər orta yaşlı nəsil nümayəndələri, istərsə də yaşlı nəsil nümayəndələrində cinsi zəiflik özünə məxsus fərdi şəkildə davam edir və bu zaman onların arasındakı fərq ondan ibarətdir ki, orta yaşlı insanlarda əgər bu daha çox iltihabi mənşəli və yaxud da ki, sinir psixoloji mənşəlidirsə, yaşlı adamlarda isə bu daha çox onların yaşla bağlı testosteronun konsentrasiyasının aşağı düşməsi və eyni zamanda onların xəstəlikləri ilə bağlıdır. Yəni ki, ürək-damar sistemi və yaxud ki, endokrin sistemi xəstəliklərlə bağlı cinsi zəiflik yaranır. Hər ikisinin müalicəsində təbii ki, düzgün seçilmiş taktika, müayinə müalicə metodları köməyə gəlir və sonda müsbət nəticə əldə etmək olar. O vaxt ki, həmin bu şəxslər, həmin bu pasiyentlər deməli özlərinə güvənsinlər və müalicəyə gəlsinlər və düzgün həkim seçsinlər ki, sonda normal, düzgün nəticə əldə edə bilsinlər. Mən sonda sizə təşəkkür edirəm ki, bizim kanalı izləyirsiniz. Kanala abunə olmağı və videoları bəyənməyi sizdən xahiş edirəm. Sağ olun, salamat qalın.